Salam əziz izləyicilər. Bir köhnə sxemə yenidən qayıtmaq istəyirəm. İzləyicilər görürəm ki, onlar üçün faydalı olar. Əsasən onları nəzərdə tutub bu qərar verdim ki, bunu yenidən paylaşım və əvvəl bir qədər başqa aspektdən şərh vermişdim. İndi bir qədər fərqli olacaq. Deməli, gördüyünüz kimi bu transformatordur, xətti transformator deyirlər. Bu körpü sxemidir, düzləndirici diodlar. Bu kondensator bu düzləndiricilərə aid eləmişəm rənglərlə, qara rənglərlə. Yəni bu elə bil ki, birinci moduldur da, bir moduldur. Transformator və düzləndirici. Bunun girişinə girir, bax belə bir siqnal. Müsbət yarım periodları qırmızı ilə göstərmişəm, mənfi yarım periodlar qara xətlə göstərmişəm. Düzləndiricidən keçəndən sonra, körpü sxemindən keçəndən sonra bax belə bir forma alır. Müsbət yarım period budur, mənfi budur, müsbət budur, mənfi budur. Amma gördüyünüz kimi bunun hamısı müsbətdə cəmlənir. Amma düz deyil də, düzlənmiş siqnal deyil. Biraz bunu bax, bu kondensator hamarlayır. Biraz hamarlayır nisbətən. Bax, belə bir hala salır. Təxminən belə bir hala salır. Amma bizə lazımdır ki, bax, belə bir düz xət, qrafiki düz xət verən bir cərəyan olsun, gərginlik olsun, oynamasın. Ona görə bax, bu hissə, bax, bu qırmızı hissə stabilizator adlanır. Burada gördüyünüz kimi iki tranzistor üzərində qurulub. Bir stabilitronu var, iki dənə tənzimlənən müqavimət, bir dənə də diod. Bu qida blokunun çıxışında artıq gördüyünüz kimi bax, plus minus 12 volt alınır. Və artıq